Kemali cemaline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-senâ'u lillahi rabbil alemin vel âkibetu lil muttaqin. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد Allahümme salli ala Muhammed ve ali. صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təzilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz əhd duasında yetişdik. Ya Hayyu Ya Qayyum kəlməsinə, cümləsinə ki İmam Sadiq əleyhissalam duanın bu hissəsində və mulkikəl qədim cümləsindən sonra buyurur Ya Hayyu Ya Qayyum. Bu əhd duasının əvvəlindən ta indiyə qədər biz Allahın sifətlərini oxuyuruq ki bunlar hamısı Allahın sifətləridir və hər birini uzlaşdırırıq İmam Zaman əleyhissalamla ki və ərz olur ki İmam Zaman əleyhissalam belədir. Yəni Allah üçün ki deyirik mulki kəl qədim, Allahın mülki, mulki kəl qədim, qədim mülk və qədim üçün dedi ki bir rütbi qidmət var, qədimlik bir dəfə rütbidir, bir dəfə zamanidir. Rütbi qədimlikdə Allahın qədim olmağı, əzəli olmağı rütbidir. Çünki Xudavənd Mütəal fövqi zaman və məkandır. Ona görə. İmam Zaman əleyhissalam o məxluq olduğuna görə o da mülki kəl qədimdir. O ki əhd duasında bir mülki kəl qədim, öyle İmam Zaman özüdür. Sadəcə olaraq zamani mülkiyyət, belə deyək. Yetişdik iki Allahın sifətinə, Həy və Qayyum. Xudavənd Mütəal Qur'an-ı Kərimdə də çox yerdə Həy sözünü götürəndə çox vaxt Qayyum sözünü də yanında götürür. Ya Hayyu Ya Qayyum ki məşhurdur. Həy sözü əhd duasında mən qeyd etmişəm bura 8 dəfə işlənib. Həy sözünü 8 dəfə Xudavənd İmam Sadiq əleyhissalam burada işlədib. Həy sözünün mənası məlumdur. Zahiri mənasını da deyəcəm qabaqda. Diri, ya Həy, yəni ey diri. Ya Qayyum, yəni ey ayaq üstə dayanan, belə deyək. Yəni özü ayaq üstə dayanan, ona Qayyum deyirlər. Bu mənasıdır da. İndi Allahla rabitəsi tamam başqadır. Bizdə dua bəhsi etdiyimizə görə mən əqidə bəhslərinə burada girmirəm. Ki o əqaiddə bəhs edirlər də Allahın sifətlərini. Ki Allahın sifətləri subutidir, səlbidir və hamısı belə deyək Allahın adı ki biz deyirik, əslində ad deyil, Allahın sifətidir hamısı.
və hamısı da Allahın zati sifətləridir. Nəinki Allaha ariz olur, ariz deyil. Deməli, həy kəlməsi bu şərif duada 8 dəfə işlənib. Və 8 dəfə həy sözünü İmam Sadiq əleyhissalam işlədəndən sonra birbaşa İmam Zaman əleyhissalama keçid eləyir. Buradan bəllidir ki, İmam Sadiq 6-cı imam 12-ci imam haqqındakı söhbət açır. Buradan bəllidir ki, məsələ hara gəlib çıxacaq? Qeybətə gəlib çıxacaq. Yəni, o dünyasını dəyişməyəcək. Qeybətə gəlib çıxacaq onun məsələsi. Yəni, daim diri. Daim diri. Məxluq baxımından daim diri, yəni qeybət. Qeybəti. Keçən dəfə elə qardaşlarla oturanda mən bir rivayət demişdim. O rivayəti istəyirəm burada deyim. Bir dənə bunu oxuyaq. Deməli, İmam Sadiq əleyhissalam əhd duasında buyurur: Ya hayyu ya qayyum, əs'əlukə bismikəlləzi əşrəqət bihis samavatu vəl ərazun və bismikəlləzi yəsləhu bihil əvvəlunə vəl axirun. Ya hayyan qablə kulli hay və ya hayyan bə'də kulli hay və ya hayyan hinə la hay. Ya muhyiyəl mavtə və mumitəl əhya. Ya hayyu la ilahə illa ənt. Ki 8 dəfə həy sözün İmam Sadiq işlədəndən sonra Dalican buyurur: Allahümmə bəlliğ Mevlanəl İmaməl Hadiyəl Məhdiyyəl Qaimə bi əmrik. Birbaşa keçid eləyir İmam Zaman əleyhissalama. Deməli, buradan bəllidir ki, İmam Sadiq əleyhissalam buyurur ki, bəli, o qeybəti uzun olacaq onun. Hələ 6-cı imam 12-ci imamla danışır. Deməli, o bu idi. İmam Sadiq əleyhissalam hicrətin 70-ci ilindən sonra hardasa 100-ün əvvəlləri öz zamanında əshabla söhbət eləyir. Söhbət yəqin bu moriddədir. Mövzu təqribən belədir ki, Xudavənd Mütəal zülmün kökünü necə kəsəcək, haçan kəsəcək, niyə kəsmir, niyə ədaləti yer üzərində bərpa etmir və s. Yəqin mövzu buymuş təqribən. Çünki orada rivayətdə yoxdur bu. Təqribən buymuş. İmam Sadiq əleyhissalam buyurur: Xudavənd Mütəal iradə etmişdi 70-də məsələni həll eləsin. Amma maniyə oldu. Maniyə oldu, etmədi. Yəni 70-də məsələ həll edirdi. 70-də də düşür İmam Baqirə. Yəni İmam Baqir Məhdi idi. O ilə də məsələ bitirdi. 5-ci imamdan məsələ bitirdi. Yəni atama düşür o. Əshab soruşur ki, niyə gecikdi bəs? Maniyə nədir? Niyə Allah eləmədi? 70-də eləmədi. Amma İmam Sadiq əleyhissalam buyurur ki, hətmi idi. Mütləq olmalı idi. Olmadı. Buyurur ki, soruşurlar niyə olmadı? Səbəb çox önəmlidir. Yəni İmam Sadiqin cavabı çox önəmlidir. Buyurdu ki, indi mən belə danışıram, öz dilimlə deyirəm. Şiələr sirri açmaqla yubatdılar. Şiələr sirri açmaqla yubatdılar. Dalıcan buyurur İmam Sadiq. 140'da olacaq. Yəni 1.70 uzatdı Allah.
İndi gəldi oldu 143. 148-də İmam Sadiq əleyhissalam şəhadət edir. Gəldi oldu 143, üsuldə keçib. Yəqin ki, həmən əshabdan qalıblar ki, İmam Sadiq onu buyurmuşdu. 140-da keçdi axı. İndi yenə soruşurlar İmam Sadiqdən ki, ağacan, bəs 140 demişdiniz. Yəni 70, üstə gəlir 70, 140. İmam Sadiq əleyhissalam buyurdu ki, bu getdi. Daha yəni fikirləşməyin ki, 1.70-də. Daha demədi İmam Sadiq. Buyurdu, yəni bu getdi. Niyə? Şiələr sirri açır. O rivayətlərdə var, buyururlar ki, bizim şiələrimiz bizim əsrarımızı gərək qorusunlar. Bizim sirlərimizi görə qorusunlar. Sirri qorumaq lazımdır. Bəzi rivayətlər var, bilmək lazımdır. O rivayəti, məsələn, dostların yanında danışmaq olar. Onu çıxıb, məsələn, naəhlin yanında danışmaq olmaz. Əslində biz onu sir veririk. İmam Zamanın elə bir sirrini açırıq. Bu qarışıq rivayətlər ki var, bəzi rivayətlər ki oxuyuruq, özünüz də görərsiniz də, rivayəti oxuyursunuz ki, göstərir, misal üçün, istiqamət bu tərəfə, məsələn deyirəm. Başqa bir rivayətdə eyni mövzudur, istiqamət bu tərəfə göstərir. Başqa bir rivayətdə eyni mövzudur, istiqamət bu tərəfə göstərir. Qalırsan ki, bəs bu necədir belə? İmam Sadiq əleyhissalam onu buyurur, bu bizim üçündür. Buyurur ki, İmam Sadiq əleyhissalam necə Quranda Allahın ayələrində olan hər kəlmənin bətni var, bizim də sözlərimizin bətni var. Olmasa bətni, sirraçılar tökülər. Da bətni var. Onu diqqətli olmaq lazımdır. Bəzi rivayətlər var ki, onu misal üçün əhlinə demək olar. Qırağa demək olmaz. Deməli, 8 dəfə həy sözünü deyəndən sonra birbaşa keçid eləyir. İmam Sadiq əleyhissalam, İmam Zaman ağanın adına, ləqəblərinə, kunyələrinə. Buradan məlumdur ki, İmam Sadiq istəyir, buyura ki, getdi qeybəti Kübraya. Gördünüz, 2 dəfə qeybətə çəkildi İmam Zaman əleyhissalam. Sonra özü. Nə qədər? 70. Gördünüz? Yəni 1.70. Orada 2.70 keçmişdi də. Yəni İmam Sadiq nə buyurur? Bu 70-də baş verəcəkdi, vermədi. 140-da olacaq. 140-da da olmadı. Gəldi İmam Zaman əleyhissalama yetişdi, o da 70. Hə? Qeybəti suğrası yenə olmadı. Yenə olmadı. Deməli 70 elə uzadıb İmam Zaman əleyhissalam, Xudavənd Mütəal gəldi İmam Zaman ağada dedi ki, bir dənə suğra adını qoyduq da, suğra. Əslində elə nə idi? Qeybətdir də. İkinci dəfə çəkiləndə birincinin adını suğra qoyduq. Onda bəlkə elə kübra idi. Yəni elə sırf qeybət idi də. Nə suğra, nə kübra. Sırf qeybət idi. Yəni çəkildi qeybətə İmam Zaman əleyhissalam. Gəldi 70 il tamam oldu. 69 il yazırlar da. 70 il tamam oldu. 70-də yenə İmam Zaman əleyhissalam zuhur elədi, bir də çəkildi qeybətə. Yenə baş vermədi. Yenə 70. Yenə uzandı. Niyə? Yəqin ki, yenə şeylər nə oldular? Bəli, o məsələ baş vermədi. Yenə əsrar açıldı, yenə sirlər açıldı. Əslində İmam Həsən Ləskər, ümumiyyətlə, İmam Cavad əleyhissalam daxil olmaqla İmam Cavad ağa, İmam Hadi ağa, İmam Həsənül Əskəri ağa, bu üç imam, üçü də elə harda oldular? Elə misli qeybət idi. Çünki şeylərin əli çatmırdı imamlara. Həm cavan şəhid oldular, həm də İmam Həsənül Əskəriyə çatanda artıq əskəri ləqəbi nədir? Əskərlər dövrəyə almışdı imamı, heç kəs giriş-çıxışı eləyə bilmirdilər. O da elə qeybət kimi sayılır. Amma da bir dəfəlik Xudavənd Mütəal iradə elədi ki, yox, o özü çəkilsin. İmam Zaman özü çəkilsin 70 il. 70 ildən sonra qayıtdı Xudavənd Mütəal iradə elədi, yox hələ. Bunlar düzəlməyiblər. Bildiniz? Biz hələ düzəlməmişik.
Biz misal üçün fikrimiz var bizdə. İmam Zaman ağanın zuhurunda iştirak eləyək, yanında ola. Belə fikrimiz var. Amma özümüzü bilsən hara atmışıq? Qəmbəriyik. Yəni 500 kilometr, 1000 kilometr o tərəfdə uzaqdan ağaya zuhur olub, qiyam olub. 1000 kilometr o yandan ağaya salam verənlər yenə. Zuhurdan, qiyamdan sonra ya. Biz niyə hazırlamamışıq özümüzü? Bu fikirdə deyirik ki, 313-dən biri olaq. Niyə? Niyə biz ora özümüzü hazırlamamışıq? Yox, mən bacarmaram. Niyə bacarmırsan ki? Niyə bacarmırsan? Malik bacardı. Sən niyə bacarmırsan? Yəni, biz o qədər, belə deyək, aşağı ilə özümüzü idarə eləmişik bitəhər, idarə eləmişik özümüzü, belə aşağılarla. Heç vaxt gedib özümüzü çox böyüklərlə müqayisə etmədik və bu fikirdə olmadıq ki, böyüklər kimi olaq, onların yanında olaq. Yəni, bu formada biz düşünmədik. Xovf bastı içimizi, xovf. Tamahkarlıq, həsəd bastı içimizi və bizdə o mövzu baxımından, o mövzular ki, o qazanda bişir. Özümüzü o qazandan çox uzaq tutduq. Özümüzü o qazanın içine atmadıq, orada bişmədik, orada həzm olmadıq, orada həll olmadıq. Elə axırımcılarla özümüzü müqayisə elədik. Yəni, bu çox pis əlamətdir ki, birinin imamı zuhur eləyə, qiyam eləyə, bir insan gedib onun yanına çatmaya. Bu çox pisdir. Hə, yox, üveys qərənsənsə eybi yox. Üveys qərənsənsə eybi yox. Hə, biz tarixi baxımından deyirik ki, Üveys-i Qərən Həzrət Rəsulullahı görməyib. Elə deyil. Biz onu nə baxımdan deyirik? Tarixi baxımdan deyirik. Bir dəfə gəldi görməyə, o da olmadı Rəsulullah. Elə deyil. Amma siz nə bilirsiniz, nə bilmirik biz ki, bəlkə hər gecə Üveys-i Qərən Həzrət Rəsulullahın yanında olub elə. Bəlkə Həzrət Rəsulullah Üveys-i Qərənin yanında olub elə. Üveys-i Qərən Ağa Rasulullahın zamanında məxfi səhabələrdəndir. Gizlin səhabələrdəndir. Sonra gəldi, harada şəhid oldu? Siffeyində. Əmir Əlmüm. Heç Həccətül Vidada da deyildi. Qədir Xummidə də dördü. Üveys Qərən Qərəndə idi. Yəmən tərəfdə, Qərəndə. Ora hara, Hicaz ara. Qədir Xum necə gəldi, çatdı ora? Əmir Əl-Möminini necə dedi, imamımsan? Və sonra gəldi, harada tapdı Həzrət Əmir Əl-Möminini? Cəməldə də vuruşdu Əmir Əl-Mömininin yanında. Siffeyində də vuruşdu, Əmmarla bir yerdə şəhid oldu. Və necə tapdı bu? Mən əminəm ki, Həzrət Rasulullahla o görüşüb. Amma tarixi baxımından qeydiyyatda yoxdur. Çünki Teyyulərzlə görüşüblər. Ola bilməz Üveys-i Qərən kimi bir vücud Ağa Rasulullahı öpməyə. Ağa Rasulullah Üveys Qərən kimi bir səhabəni qucaqlamaya, bağrına basmaya, onun alnından öpməyə. Mənəvi tərəfidir bu. Tarixi tərəfdə bəli yoxdur. Eybi yox. Bəli, deməli 8 dəfə həy sözündən sonra qaydaq bəhsən. 8 dəfə həy sözündən sonra ki, İmam Sadiq əleyhissalam birbaşa İmam Zaman ağanın adına keçid eləyir, ləqəbinə, kunyələrinə keçid eləyir. Burada lətif və zərif bir nöqtə yatıb. Bu da indi içində nə var? Allah qismət eləyər, İmam Zaman ağanın özündən eşidərik onu. Həy sözü, həy adı Allahın zatı sifətlərindəndir. Qəyyum da Allahın zatı sifətidir. Məsələn, Ayətəl Kürsüdə
Xudavənd Mütəal buyurur: "El-hayyul qayyum la ta'khuzuhu sinatun və la nawm." Hayy-dir, qayyumdur. O nə yatmır, nə də mürgü vurmur. Yəni Xudavənd Mütəal mürgüləmir, yatmır. Niyə? Çünki hayy-dir, qayyumdur. Həm hayy-dir, hayy-dən sonra da nə olmalıdır? Qayyum olmalıdır. Əgər daim haysənsə, gərək qayyum da olasan. Qayyumluğa götürəsən. Xudavənd Mütəal həmişə möminləri öz əhli bilib. Öz əhli bilib. Onlara deyirlər də, yəni onlar alullahdır. Deməli, ya həy mənası həyat verən, diri. Həm özü diridir, həm də dirildir və həm də diri saxlayır. Yəni tək Allahın ya hayyu, ey diri demək deyil. Həm Allah özü diridir. Bir, həm diri saxlayır. İki, həm də dirildir. Bu Allahın işidir. Ona görə Allaha həy deyirlər. Diri deyirlər Allaha. Niyə? Çünki həm diri saxlayır, həm də dirildir. Diri saxlayır kimi? Elə ona görə də 8 dənə həydən sonra İmam Zaman əleyhissalamın adı gəlir. Bu həy sözünün şərhində birinci mətləbdir. İkinci mətləb. Mən həm asta danışıram, həm də mətləbləri istəyirəm ki, dəqiq çatdıra bilim. Çünki dostlar da qulaq asandan sonra əlaqə saxlayırlar bəzi mətləbləri, deyirlər, soruşurlar. Ona görə istəyirəm ki, mətləbləri dəqiq çatdırım, tələsmirəm. Həm 25 dəqiqə, yarım saat olsun, həm də tələsmirəm mətləbləri çatdırmağa ki, asta, biraz dəqiq. Çünki elə belə şey deyil bu mətləb. Yəni, bəzi mövzuları oxşamır ki, tələsik üstündən keçəsən. Ona görə belə bu formada ərz edirəm bunu. Aləmin mənəvi həyatı. Bu da bir mövzudur. Bir mövzu, bir fəslin belə deyək, adıdır və böyük bir mövzudur. Biz onu xırda-xırda bəhs edirik. Aləmin mənəvi həyatı. Aləmin mənəvi həyatı deyəndə, o ki biz deyirik İmam Sadiq buyurur 8 dəfə həydən sonra İmam Zamanı deyir və həy sözünün mənasını dedik ki, həm özü diridir, həm dirildəndir, həm dirini qoruyub diri kimi saxlayandır. Bu mənaları verdik həy sözünə. Buradan belə çıxır ki, İmam Zaman əleyhissalam bütün aləmlər ki, ixtisasdır Allaha, məxsusdur Allaha, İmam Zaman əleyhissalam da Allahın həy sifəti ilə diri qalıb, Allah onu diri saxlayıb, 1100 ildir diri saxlayıb. Deməli, İmam Zaman əleyhissalam bütün aləmin, kainatın nəyi olur? Mənəvi həyat verəni olur. Mənəvi həyat verəni. Deməli, Xudavənd Mütəal aləmə ki, bütün aləmlərə, bütün kainata, əflaka mənəvi həyat verir. Kimin vasitəsilə? İmam Zaman vasitəsilə. Ki, biz də bunu bəhs eləmişik ki, ümməti vəsət, orta ümmət bəhs elədik. Orta ümməti İmam Sadiq əleyhissalam kimi dedi? İmam Sadiq dedi ki, orta ümmət bizik. Hansı mənada ediyor? Yəni Xudavənd Mütəala bütün feyzlər insandan gedirsə, bizim vasitəsilə, yəni biz götürürük, yaparıq. Allahdan hər hansı bir məxluqa, kainatda, hər hansı bir məxluqa, nə insan, insan alisidir. İnsan alisidir, hətta ağaca, hətta 1000 dəfə böyüdülmüş, gözlə görsənməyən mikroba belə ki, həyatı var, ona da feyz gedir, çatır. İmam Sadiq əleyhissalam buyurur, bizlikdir. Doğrudan da biz Əhl-i Beyti tanımamışıq. Əhl-i Beyt başqa bir aləmdir.
bütün kainatda aləmlərin hamısını yığırsan bir tərəfə. Sonra Peyğəmbər və Əhl-i Beyti başqa bir aləm kimi qıraqda. İndi istəsən bütün kainatı əflaki bu aləmə baxasan, görəsən və biləsən ki, bu Allaha məxsusdur, əvvəlcə görə bunları tanıyasan. Bilməsən bunları, onları sən Allaha məxsusluğunu bilməzsən. Baxın, onlar ki, Peyğəmbərin özünü demirəm ki, bəziləri elə belə xəlaqətinin qalmasını nə edib? Qəbul eləyiblər. Onlar ki, Peyğəmbərin Əhl-i Beytini qəbul etmirlər, onlar başa düşmürlər bu məsələni. Niyə görə biz Əhl-i Beyt haqqında belə danışırıq? Hansı ki, onların da bəziləri bizdəndir, amma Əhl-i Beyt haqqında məlumatı yoxdur belədilər ki, tək məlumat deyil. Tək məlumat deyil. İnsanın bir içinin də neyi var? Bağlı olur. İnsan bir dənə girsə içinə, təsəvvür eləyin. Bir nəfər qonaq çağırıb səni öz evinə. Deyir ki, mənim evim var. Evimə qonaq çağırıram. Deyirsən, mən də gələrəm. Yəni, konum at gəlim. Gəlirsən, görürsən ki, qəşəng divar, qəşəng qapı, çatdın. Deyirsən, gir içəri. Açıb qapını girsən içəri, görürsən ki, xaraba da bura. Ev demək olmaz buna. Üstü tökülüb, nədir? Daşların üstündə yatır, durur. Xaraba da, xaraba bildiyin xaraba. Deyirsən ki, sən buna ev deyirsən. Yəni, sən bura məni qonaq çağırırsan. Əslində bu nədir? Hörmətsizlikdir. Elə baxmarıq biz. Biz elə baxırıq da. Yəni ki, bu hörmətsizlikdir də. Adamı bıraq, qonaq çağırmazlar axı. Heç biraz da sadələşdirin məsələni. Qonaq gəlmişsən, birini çağırıb da qonaq gəlmişsən. Aləm qarışıb burada bir-birinə, toza qarışıb. Heç nə yerində deyil. Heç nə yerində deyil. Ev sahibi belə bitər, qəbul eləyərsən də. Çox da ağıllı qəbul eləməzsən. Elə deyil. Düz demirəm? Yəni, bu misal düzdür də. Hə? Baxaram ki, bu ev sahibi nəsə belə ağlından kəmdir yəqin. Sən qonaq çağırırsan, yəni belə formadan. Yəni, bu düz deyil axı. Əhl-i Beyt də bizə belə baxır. Onların içləri ki, xarabadır, heç bir nəzm intizam yoxdur, ağıl orada işlək vəziyyətdə olmayıb, ona görə nəzm intizam da yoxdur. Nəzm intizam olmayan yerə qonaq da çağırmazlar. Çağırsın, deyərlər səfehdir. Səfeh kimdir? Bəqərə surəsində Xudavənd Mütəal buyurur, Həzrəti İbrahimdən üz döndərənlər səfehlərdir. Sonra Əllamə buyurur ki, səfehlər yəni ağıllarından istifadə edə bilməyənlər. Onlar ki, ağlından istifadə edə bilmir, kimdir? Səfehdir. Səfeh kimdir? Həzrəti İbrahimdən üz çevirənlər. Həzrəti İbrahim kimdir? Məsum aləminin içində bir ünvan. Yəni, İsmaildən də üz döndərən belədir. Yunusdan da üz döndərən belədir. Yusifdən də üz döndərən belədir. Bunların ən əkməli Həzrət Rəsulullahdır Quranda, ondan üz döndərəndə səfehdir. Hə? Və Həzrət Rəsulullahın Əhl-i Beyti, yəni Əmirəl-Müminin 11 övladı ilə bir yerdə Həzrət Rəsulullahdan başqa bütün rəsullardan üstündürsə, hə? Onlardan üz döndərən səfehdirsə, bunlardan da üz döndərən kimdir? Səfehdir. Burada risalət söhbəti getmir ki. Allahın Rəsul adı var? Yoxdur. Allahın risalət adı yoxdur. 99 adın içində. Amma Allahın vəli adı var.
Allahın vəli adı var 99-un içində. Amma Rəsul adı yoxdur Allahın. Əgər olsaydı Allahın Rəsul adı, Xatəmən Nəbiyyin sözü batıl idi. Necə? Allahın adı olsun və xatəm olsun? Olmaz. Amma Allahın adlarından biri ki, vəlidir, yəni vilayəti var Allahın. İmamlar ki, vəliyullahdılar, ona görə xatəmi yoxdur. Olmasa ləsaxət. Çatsam ora ərz edəcəm. Bəli, olmasa ləsaxət. İmam Sadiq əsələm buyurur. Ləsaxətin mənası budur. Əgər olmasaydı imam bir an, yer kürəsi ləsaxət ilə ərz. Yer kürəsi udardı insanların hamısını, saxlamazdı. Bir an saxlamaz. Yer kürəsini siz elə belə bilməyin ha. Yer kürəsi elə belədir. Xudavənd Mütəal yer kürəsinə dedi ki, Qarun nəsə özünü yaxşı aparmır. Nəsə bu özünü yaxşı aparmır bu Qarun. Hələ bunu topuğa qədər udun. Topuğa qədər udun. Utdu topuq. Qarun gördü yox, bunu dizə qədər çəkin. Şimdi adam olmur. Bunu qurşağa qədər çəkin. Gördü adam olmur. Sinəyə qədər çəkin. Yer kürəsi udur onu. Adam olmur. Qulaq bağlağa bax, mələkuti qulaq bağlamır. Sonra Xudavənd Mütəal buyurdu ki, yerə, at onu çölə. At onu çölə, onu belə öldürmək olmaz. Qarun, belə öldürmək olmaz. Atdı çölə. Qarun da sinəsini biraz da verdi qabağa. Ki, mən canımı gör hardan qutarmışam, Çünki mənim mal dövlətim var. Bildin? Bata bilmədilər mənə. Rəbb deyirdi axı özünə. Firavun kimi özünə Rəbb deyirdi. Bata bilmədilər mənə. Xudavənd Mütəal buyurdu ki, 5-6 gündə yaşa. Sonra bir dənə balaca həşərat, nə bilim ağacı qənət idi, nə idi, balaca bir həşərat, əmr verdi ki, gir bunun burnuna, burnundan gir, get beyninə. Orada bir də kapilyer damar var, onu sıx. Elə o ilə də öldü. O ilə də öldü. Xudavənd Mütəal aləmə çatdırdı ki, mən belə də eləyə bilirəm. Belə də öldürə bilərdim bunu, amma gör mən nə elədim. Sən pulun var idi, imkanın var idi, tonajını. Tonlarla. Deyirlər 40 dəvə bunun xəzinələrinin açarlarını gezdirirdi. Əcəb. 40 dəvə. Dəvə görürsən nə qədər yük götürə bilər? Deyək 200 kilo. Hə? 40 dəvə 200 kiloda nə qədər eləyir? Bilmirəm. 8 ton? 8 ton. Deyək ki, hər açar 1 kilodur. Gör nə qədər açar eləyir. Gör nə qədər xəzinə eləyir. Gör nə qədər pul eləyir. İndi kimin o qədər pulu var? Heç kəsin. Heç kəsin Qarun qədər pulu ola bilməz. Qarunu heç nə eləyə bilmədi. O mal dövləti, o kibri, heç nə eləyə bilmədi. Getdi. Əslin məsəlim heç Qarun da dördü. Getdik biz çıxdıq Qaruna. Qaydaq əhdə. Deməli, Xudavənd Mütəal bütün aləmə mənəvi həyat bəxş eləmək istəyir. Ona görə də bu aləmə görək mənəvi həyat bəxş edən bir nəfər verə. Əmir əl-Mömininin Nəhcü Bəlağda bir cümləsi var, buyurur, bir an olmasa höccət, bu aləm kainat dağılar. İnsan yox ha, cin yox, ağıllı məxluq yox ha, nəfsi məxluq, ağlı ilə nəfsi olmayan məxluq, daş. Daş özü məsumun sözü ilə dillənir. Olmadı? Məhərrəm aydı. İmam Hüseyn əleyhissalam şəhid oldu. Əsirlər gəldi Kufəyə, Kufədən Şamə.
Şamdan sonra azad oldular, Ərbəyindən sonra. Gəldilər Mədinəyə. Məhəmməd Hənəfiyyə də qayıtmışdı Mədinəyə. İmam Zeynul Abidin əleyhissalam Mədinəyə çatana qədər Məhəmməd Hənəfiyyə qayıtmışdı, özün imam eləmişdi. Mənəm imamımız, gəlin. Məhəmməd Hənəfiyyə. Mənəm imam. Çox dedi filan. İmam Zeynalabdin əleyhissalam xəbər göndərdi ki, etmə belə. Belə etmə. Gördü yox, Məhəmməd Hənəfiyyə sözə baxmır. Dedi ki, yığışın gedək Kəbəyə, Məkkəyə. Gedir Qaradaşın yanına. Sən də salam versən Qaradaşa, mən də. Qaradaş kimin salamla cavabını aldı? İmam odur. Razısan? Məhəmməd Hənəfiyyə dedi ki, razıyam. Gedək. O da fikirləşir ki, atam Əli idi də. Amma bilmir ki, nöqsanı var. Yəni tam oradandır. Gəldilər Kəbəyə. Kəbəyə İmam Zeynalabdin əleyhissalam buyurdu ki, Məhəmməd Hənəfiyyə salam ver. Daşa salam ver, Qaradaşa. Həcərül Əsvədə. Salam verdi. Sən kimsən ki, bu sənə cavab verə? Daş sənə cavab verə. Sən görə heç bura qədər gəlməyəydin. Sən görə heç əvvəldən bu iddianı etməyəydin. Sən bilmirsən bəy imam deyirsən, sən bilmirsən. Sənin nisbətün əmirəl-mömininədir. Nə həqiqi tərəfin ona bağlıdır, nə hüquqi tərəfin və nə də fiziki tərəfin. Ona bağlılığın yoxdur sənin. İmam Zeynalabdin ağa gəldi qabağa. Daşa salam verdi Həcərül Əsvədə. Həcərül Əsvəd dilə gəldi, dedi ki, Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Dedi, Məhəmməd Hənəfiyyə gördün. Məhəmməd Hənəfiyyə çəkildi, getdi. İnşallah ki, Məhəmməd Hənəfiyyənin məqsədi bu olub ki, başqası deyəcək, başqa cür olacaq. Qoy mən deyim, mənim ətrafımda olsunlar. Sonra gedərik Kəbəyə, təhvil verirəm sahibinə. İnşallah ki, fikri nədir? Belə olub. Biz elə hüsnü zənn eləyək. Deməli, məsum imam varlıq aləminin mənəvi qəlbidir. Varlıq aləminin mənəvi qəlbi. Məsələn, insanın bir yerinə qan çatmasa nə olar? İnsan fiziki məhv olar. Mənəvi həyatda imam insanın bir yerinə çatmasa, insanın mənəvi həyatı çökər. Və çökməyində gözünüzlə görürsünüz. Biz də görürük. Ki, mənəvi darmadağındılar. Dedim də bayaq, xarabadır. Üçüncü mətləb. İmam Sadiq əleyhissalam duanın bu hissəsində ki, ərz elədim, 7 dəfə həyyidən danışandan sonra birbaşa keçid eləyir İmam Zaman əleyhissalamın adına, ləqəbinə, kunyəsinə, bütövlükdə. Niyə bütövlükdə deyir? İndi onları yerində də ərz eləyəcəyəm. Demək, Allah rəhmət eləsin, Ustad Ayətullah Fatiminiyə ağanı buyurur ki, deyir, bir oğru ki, oğurluq eləyir, onu mütəxəssis ekspertlər dəqiq tapa bilirlər. Mütəxəssis ekspertlər onu dəqiq tapa bilirlər. Bəzi insanlar var, elə bir şəraitdə ev qurublar ki, heç kəs oradan oğurluq eləyə bilməz. Oğru ora girə bilməz. Oğru oradan heç nə oğurlaya bilməz. Ustad Fatimini ağa buyurur ki, deyir, bizim Əhl-i Beytdən gələn süzülmüş rivayətlərdə kəlmələr elə düzülüb bir-birinin yanına ki, oğru oradan heç nə oğurlaya bilməsin. İmamlarımız belə danışıblar. Oğru oradan oğurlaya bilmir. Təsəvvür edirsiniz? O Mühyiddin İbn Ərəbidən danışır. Allah rəhmət eləsin. Mərhum Mühyiddin.
Mühittin də Qaragün deyə bu dünyada. Adını çəkənə fasik qoyurlar. Bir adam onun adını çəkirdi ki, fasikdir. Qəribədir. Dünyanın işi belədir. Mühittin neyinib ki, onun adını çəkəsən nədir? Səni fasik eləsinlər. Özdə fasik eləyən kimdir? Gündə 3 dəfə əhd duasını oxuyanlar. Allah qorusun. Allah qorusun. Orada deyir Ustad Fatimli ağa, deyir ki, getdim Mühyiddin İbn Ərəbinin kitabında İmam Zaman əleyhissalamdan bir rivayət gördüm. Gördüm ki, İmam Zaman haqqında bir cümlə yazıb. Deyir, o Peyğəmbər qızı Fatimə Zəhranın balasıdır. Əhd duasının içində bulamız keçirir. Allah ömür verə, qismət verə, qutaraq bu duanı. Həzrət Zəhranın adı keçir də əhd duasını. Deyir, getdim, başqa bir nüsxə, həmən kitabın 50 il ondan qabaq ki, çapını tapdım. Gördüm ki, elə kitab o cürdür. Getdim 50 ildə o tərəfə, sonra deyir, əlimə Mühyiddin İbn Ərəbinin ki, əlimə düşüb, ondan 150 il qabaq, yəni həmən kitabın ilk nüsxəsi əlimə düşdü. İlk nüsxəsinə baxdım, gördüm əcəb. Bu çaplarda çıxartıblar o rivayətin ortasını çıxartıblar. Mühyiddin İbn Ərəbi belə deməyib. Rivayət belə deyil. Yəni İmam Zaman hansı ki Fatimənin balasıdır. Belə deyildir rivayət. Birinci nüsxə deyir, Allahın lütfi ilə əlimə keçdi. Birinci nüsxəyə baxdım, gördüm ki, əcəb, rivayət belə deyil. Deyir ki, Mühyiddin İbn Ərəbi rivayəti götürür. İmam Zaman. Deyir, kimdir İmam Zaman? Deyir ki, və huvə İbnul Həsən. İbnul Həsən. Deyir, mötərizə açır, yazır Əl-Əskəri. Mötərizəni bağlayır. Oğru üçün yer qoymur da. Deyir, İbnu Ali. İbnu Ali. Mötərizə açır. İbnu Aliyyunun Nəqi. Mötərizə açır, yazır bin nun. Mötərizəni bağlayır. Yəni n-dir, Nəqi. Sonra deyir İbn-i Muhammed Təqi, mötərizə açır, yazır bittə. Yəni o nəqidir, bu təqidir. Bildiniz? Ta bu cür bir oğruya mafar vermədən, yer qoymadan gəlir çatır İmam Hüseyn. İmam Hüseyndən bağlayır Həzrəti Zəhra salamullahi əleyhaya. Oradan da xanımı bağlayır Həzrəti Rəsulullaha. Yəni deyir ki, o Məhdi bu silsilədən gəlib. Bildiniz necə? Yəni doğulacaq söhbəti, hansı anadır, hansı atadır söhbəti yoxdur. Doğulub artıq. Doğulubsa, indi ölüm rivayətlərini götürün gəlin. Deyir İmam Zaman ağanın haqqında rivayətlər hamısı var. Doğulub rivayətlər var. Minlərlə rivayətlər var ki, doğulub. Bəs ölümü haqqında rivayət var, bir dənə də yoxdur. Bir dənə də ölümü haqqında İmam Zaman ağanın ki, ölüb. Rivayət yoxdur. Bəs bu doğulubsa, bunun ölümü, bəs necə olur İmam Hüseyin doğuldu, ölümü haqqında var. İmam Zeynul Abidin ağa doğulub, ölümü haqqında var. Bir hamısı doğulub, ölüb, gəlib İmam Həsən Ləskəriyə. İndi Həzrəti Məhdi Əccəlallahu Teala Fərəcəhu Şərif, Mövlamız, ağamız, seyyidimiz doğuldu, amma ölümü haqqında yoxdur. Bu nə deməkdir? Bir insan dünyaya gəlir, ölümü haqqında da söhbət gedir də. Elə deyil. Həzrəti İsa doğuldu, ölümü haqqında da söhbət gedir. Amma Allah deyir ki, ölməyib. Allah Quranda ispat edir ki, yox, İsa ölməyib. Şubbihə. Yəni, oxşatdılar İsa'ya. İsa'nı asmadılar ki. İsa'nı satanı astılar. İsa yerinə. Şubbihə, oxşadılar ona. Oxşatdılar İsa'ya. Amma nə deyir, İsa da ölmüş. Üçüncü mətləb, diri höccət. Məsum imamın qeybəti
onun huzurunun işe yaramaması deyil əslində. Yəni belə fikirləşir axı. İmam Zaman qeybətdədir. Yəni daha heç bir iş görmür. Qeybətdədir. Haçan gələr işinə başlayar. Belə deyirlər də. Belə şey yoxdur ki. İmam Zaman əleyhissalam iş başındadır. Bütün işlərini görür. Özü iş başındadır. Qeybətdədir mənası ki biz deyirik qeybətdədir, insana nisbət qeybətdədir. Aydındır fikrim? Axı biz imamı, fərqi yoxdur İmam Həsən, İmam. Biz imamı insanın imamı kimi tanımırıq axı. Kainatın imamı kimi tanıyırıq. Biz ki tanıyırıq ki bu imamı məsum. İmam məsum, indi imam kəlməsini heç bu eləyiblər. Filan məscidin imamı, filan imam. İmam sözünü heç eləyiblər. Ona görə də məcburuq biz deyək ki, məsum imam deyəndə başa düşək ki, söhbət kimdən gedir? O 12 nəfərdir. Hə, imam desin, deyərlər ki, hansı məscidin imamını deyirsən? Hə, yəni söhbət ondan getmir. İmam, yəni imam məsum. Deməli, məsum imamın qeybəti onun heç bir işinin olmaması, pərdə arxasında sakit, rahat oturub gözləyir ki, açan deyərlər gedərəm işimi görərəm mənasında deyil. Ədəmi huzurdur. Əslində İmam Zaman əleyhissalam insandan başqa, bir də cindən başqa bütün aləmə nədir? Huzuru var və qeybətdə deyil. Qeybət insana nisbətdir, bir də cindən. Mən fikrimi çatdıra bildim. İmam Zaman əleyhissalamın qeybəti yalnız və yalnız insan və cinə aiddir. Və illa İmam Zaman əleyhissalam iş başındadır, öz işini görür. Oradakı onlar üçün qeybəti yoxdur. Daş üçün qeybəti yoxdur, bitki üçün qeybəti yoxdur, mələklər üçün qeybəti yoxdur, kainat üçün qeybəti yoxdur. Yer kürəsi, günəş, ay, ulduz, bunlar üçün qeybəti yoxdur ki İmam Zaman ağanın. İmam Zaman əleyhissalamın qeybəti yalnız və yalnız insan və cinnə aiddir. Onlar ki, hidayətə aiddilər. Onlara aiddir. Bəlkə kamil və fəal mənasındadır. Yəni, kamil insandır və fəal. Fəal yəni fəaliyyətdədir. Daimi fəaliyyətdədir. Fəalın mənası budur. Fəal adamdır. Filan kəs fəal adamdır. Yəni, daim fəaliyyətdədir. İmam Zaman əleyhissalam həm kamil şəkildə, həm də fəal şəkildə bütün aləmə, kainata həyat bəxş edəndir. Kimin vasitəsilə? Allahın vasitəsilə. Deməsən bunu, olarsa müşrik. Bir dənə bu cümləni işlətmədin, olarsa müşrik. Allahın vasitəsilə. Deməli, Xudavənd Mütəal İmam Zaman əleyhissalamın vasitəsilə bütün kainata can verir. Bütün kainatı diri saxlayır. Məsələ, məna odur da, olmasa bir an kürə udar hamısın. Elə mənası odur da. Udmayıb ki, deməli bu var. Aydındır? Bu varsa, bu yer kürəsi, bu insanı udmayıbsa, o insanda həyat var, can varsa, həm fiziki, həm mənəvi, deməli bu vücud nədir? Mövcuddur. Elhamdülillahi Rabbil Alemin. Peyğəmbər və əhl-i beytinə salavat.